Yeni bir vlog və yeni bir gündən hamınızı salamlayıram. Əgər paylaşdığım vloglardan xəbərdar olmaq istəyirsinizsə, abunə olaraq mənə həm dəstək olarsınız, həm də vloglarımı paylaşan zaman bundan xəbərdar olarsınız. Bir də sizdən bir xahişim var. Əgər vloglarımı izləyirsinizsə və bəyənirsinizsə, bəyən butonuna basmağı da unutmayın. Hazır hava da xoşkən, düşündük ki, bunu Əshab-ı Kəhf ziyarətinə gedərək dəyərləndirək. Əgər məni Azərbaycanın digər rayonlarından izləyənlər varsa, bəlkə bir gün yolumuz Naxçıvana düşər. O zaman mütləq Əshab-ı Kəhfə də gəlməyi və buranı ziyarət etməyi unutmayın. Gördüyünüz kimi burada əyləşmək üçün də stollar vardı. Əvvəllər əslində bura insanlar gəlirdi, kabab falan çəkirdi. Sonradan natəmizlik olduğu üçün yığışdırdılar. İndi sizə göstərdiyim yerdə kabab falan çəkilirdi. Ancaq son zamanlar artıq bir neçə ildir ki, sadəcə çay verirlər. Əslində ehsan kimi verirlər çayı. Ancaq sizin könlünüzdən keçirsə, əlbəttə ki, pul da verə bilərsiniz. Yəni biz çalışırıq ki, hər dəfə gələndə pul ödəyirik. Ancaq yanımda belə şeylər götürmüşdüm evdən çıxarkən. Sadəcə uşaqlı olduğum üçün bir çox şeyi unutmuşdum. Çay götürmüşdüm. Gördüyünüz kimi oğlumun yemək qabında biraz noğul, bir də konfet götürdüm. Əslində yeyilmədiyini bilirəm, ancaq yeniləri ehtimala qarşı yanımda götürdüm. Bir də limon falan götürmüşdüm. Çünki burada elə şeylər vermirlər. Yəni mən bilən vermirlər. Çünki çayın yanında gətirməmişdilər. Sonra hava isti idi deyə belə bir kola, cips, bir də kruasan falan almışdım. Yəni əslində piknik tərzə getmir. Çünki bura bir bilərsiniz, yəni Əshab-ı Kəhf haqqında az çox dini bir yerdir. Ancaq yəni gəlib xoş vaxt keçirmək olur. Ona görə də biz də oturmuşkən dedik vaxtımızı yaxşı dəyərləndirək. 2 saata yaxın oturduq. İstədim sizinlə də bölüşüm. Artıq qayıdan zaman düzdür nə qədər qorxsaq da ilandan falan yenə də düşüb şəkil çəkdirmək istədik. Çünki mənzərə həqiqətən gözəl idi. Bəlkə də videoda o mənzərəni sizə ötürə bilmirəm, ancaq hər yan lalələrlə dolu idi. Gördüyünüz kimi hər kəs şəkil çəkdirirdi. Xatirə olsun deyə biz də şəkil çəkdirmək üçün düşdük. Burada da yaxşı vaxt keçirdik. Bu arada burada artıq oğlum süd gölünə düşmüşdü, necə deyərlər. Saxlamaq olmurdu onu. Ancaq dediyim kimi ilandan qorxurduq deyə çox da qalmadıq. Çünki ilanın olma ehtimalı var. Artıq növbəti gündən hamınızı salamlayıram. Bu günə planımız çoxdur. İstədim bir stəkan çay içim. Sonra işlərimizə başlayım. Çayımızı içdik. Sonra tez bazar salat eləmək istədik. Evdə qırmızı kələmimiz də var idi. İçindəkilər indi sizinlə də bölüşəcəm. Qırmızı kələm, məkə, biraz göyərti, limon, zeytun yağı və mən evdə yaşıl zeytun vardı. Onun özünü də biraz doğradım. Yəni növbət dəfə etmərəm, amma belə də dadı pis deyildi. Bu arada bu da istifadə etdiyim zeytun yağıdır. Onu da göstərmək istədim sizə. Bilmirəm sizdə də elə olur yoxsa yox, ancaq yay olanda hava isinən zaman insan yemək yeyə bilmir. Sonra oğlum üçün biraz belə kartoşka qızartdım. Çünki artıq sulu yeməklərdən bezibdir. 7-ci ayından bəri onu ancaq çalışıram ki, quru yox, sulu yeməklər verim. Bezdiyi üçün düşündüm ki, biraz kartoşka eləyim. Evdə işlərimizi görüb bitirəndən sonra çöldəki işlərimizi görmək üçün həyətə düşdük. Bugün ancaq təmizlik eləyəcəyik. Alan gündən bəri hər dəfəsində yuyurdu, ancaq ilk dəfə idi ki, belə çıxoldan ayırıb döşəklərin özünü yuyurduq. Bu arada yuyan mən deyiləm, işi görən bacımdır. Sadəcə mən bunu vlog kimi çəkmək istədim. Bəlkə bu təmizlik videosuna baxıb həvəsə gələniniz olar. Normalda təmizlik videoları həmişə insana bir motivasiya verir və insan istəyir ki, qalxsın ayağa, bütün evi töküb yığışdırsın. Bu videoda inşallah sizin üçün elə olar. Əgər tənbəllik eləyib təmizləmək istəməyənlər varsa, indi durub bizimlə bərabər başlaya bilərsiniz təmizlik etməyə. Hava həm isti idi, həm də biraz külək var idi. Bu bizim üçün böyük bir avantajdır. Çünki yuduğumuz hər bir şey tez quruyacaqdı. Bu arada bilmirəm, bilirsiniz ya yox. Mən ali təhsilliyəm. Sadəcə ixtisasım üzrə işləməyi özüm istəmədim. Bu arada mən hüquq fakültəsini bitirmişəm. Biraz tələbəlik illərimdən sizə danışmaq istəyirəm. Bilmirəm, mən daha çox hansı yaş aralığı izləyir, tələbələr də varmı yoxsa yox. Bu bəlkə onlar üçün bir məsləhət olar. Çünki mən hər zaman çalışırdım ki, özümdən böyük olanların məsləhətinə qulaq asım.
yəni ki, bacılarımın. Mənim tələbəlik illərim heç də arzuladığım kimi keçməyibdi. İndi Naxçıvanda dəyişiklik olsa da, əvvəllər elə də gəzmək üçün, tələbəliyi xoş keçirmək üçün yerlər elə də yox idi. Həm də tələbəlik vaxtı tələbə yoldaşlarımın arasında xoşagəlməz bir hadisə yaşanmışdı. Ona görə də qızlarla oğlanlar arasında bir soyuqluq yaranmışdı və bu bizim tələbə həyatımıza təsir etmişdi. Çünki o müddət ərzində demək olar ki, digər qrup yoldaşım qıza görə oğlanlar bizləri də dindirmirdi. Yəni heç yerə çıxa bilmirdik, bir plan qurub heç cür vaxt keçirə bilmirdik. Əgər tələbəliyinizi yaxşı yaşayırsınızsa, gəzib əylənirsinizsə, bunu çox gözəl dəyərləndirin. Bir də mənim sizə bir məsləhətim olar ki, heç nə üçün tələsməyin, əsasən də evlənmək üçün. Çünki həyatınızın ən gözəl illəridir. Bunu gəzərək, əylənərək dəyərləndirin. Yəni mən heç vaxt yaxşı baxmırdım tələbə vaxtı evli olanlara. Yəni nə məndə, təbii ki, bu onların öz seçimi idi. Ancaq demək olar ki, hər şeydən məhrum olurdular. Hələ övladları olandan sonra daha çox məhrum olurdular. Ona görə mənim zənnimcə bunun üçün tələsməyin. Yəni ən birinci sizə məsləhətim bu olar. Hətta bunu da məsləhət görə bilərəm ki, sizə heç həyatınızda başqa biri belə olmasın. Yəni evlilik düşünməsəniz belə. İnanın ki, həmin şəxs istər qız, istər oğlan olsun, sizin həyatınıza təsir eləyəcək. Ancaq düşünürəm ki, yaxşı mənada yox, tam tərsinə pis mənada. Çünki o yaş dövründə insanlar daha çox qısqancı olur və heç nəyi ağıllı başlı düşünə bilmirdik. Və bir də istər qız, istər oğlan o qədər qısıtlamalar gətirirlər ki, bir-birlərinə. Bu da tələbəlik illərinin hədər getməyinə səbəb olur. Biri var, bu məhrumiyyət ailə tərəfindən gəlir. Bir də var, həyatımızda olan şəxslər tərəfindən. İnanın ki, sonra bu illəriniz üçün çox da arxasınız. Mənim üçün ideal evlilik yaşı qadınlarda 25-dən yuxarıdır. Hətta 30 yaşda ola bilər. Yəni mənim özüm də o yaşlarda evlənmişəm. Təbii ki, bu mənim üçün belədir. Bir də hər nə olursa olsun, çalışın, dürüst olun. Yəni əsasən də ailənizə inanın ki, onlardan üstün heç kəs yoxdur. Yəni nə rəfiqəniz, nə dostunuz. Yəni ən birincisi ailədir. Bağlamaq istədiyim məsələ odur ki, mən tələbə olan zaman biz sinifdə 5 qız idik, digəri 15 oğlan idi. Bir-iki qızı çıxmaq xaricində digərləri hər zaman ailələrinə yalan deyirdi, əsasən də pul barəsində. Məsələn, bizim qızlar hər zaman evdən əlavə pul istəyirdilər, ancaq bunu düz şəkildə nə üçün istədiklərini demirdilər. Məsələn, diplom işinin qiyməti 100 manatlısa, bizim qızlar evdən 500 manat istəyirdilər və inanın, yerdə qalan 400 manatı öz xərcləri üçün yox, qarşı tərəf üçün xərcləyirdilər. Məsələn, bahalı köynək, ətir alırdılar və mən belə şeyə heç vaxt düz baxmırdım. Burada mənim demək istədiyim, mən idealam, mən heç vaxt səhv eləməmişəm, yanlışa yol verməmişəm deyil. Yəni əlbəttə ki, tələbə vaxtı mənim də səhv etdiyim şeylər olub, ancaq heç vaxt bu yöndə səhvlər etməmişəm. Bu fikrim həm qızlara, həm də oğlanlara aiddir. Yəni tələbə sizə də zaten bu pulu evdən verirlər. Yəni bunu nəyə görə qarşı tərəfə xərcləməlisiniz? Yəni heç düz baxmırdım belə şeyə. İnanın mənə, heç bir insan üçün dəyməz belə yalanlar danışmağa və mənə elə gəlir ki, biz necə həyat yaşayırıqsa, gələcəkdə bizim yaşadığımız şeylər kimsədə bizə yaşadır. Yəni bura əsasən də övladlarımız daxildir. Təbii ki, biz gənc olanda bizə bu deyilən məsləhətlər tam olaraq beynimizə yerləşmir, ancaq həqiqətən də elədir. Nə yaşayıb, nə yaşadırıqsa, yaxşı və yaxud pis, bu bizim qarşımıza çıxır. Ona görə də çalışın hər zaman dürüst olun və dediyim kimi tələbəliyinizi çalışın ki, doya-doya yaşayın. Bu arada videonun sonlarına doğru artıq özümü də göstərəcəm və düşünürəm ki, artıq üzümü də sizinlə bölüşüm. Videoda gördüyünüz bu şirinlik mənim ən sevimlilərimdən biridir. Bu arada mən ilk dəfə, yəni heç vaxt pişiyə toxuna bilmirdim, əlimə vura bilmirdim. Mən ilk dəfə onlara toxunandan sonra heyvanlara qarşı olan sevgim daha da artıbdır. Və ondan sonra anladım ki, əsl heyvansevərlik cins heyvanları deyil, normal küçədən sahibləndiklərimizi sevməkdir. Əslində məndən olsa hər gün vlog çəkib paylaşıram, ancaq inan həm editləmə işlərinə, həm də səsləndirməyə o qədər zaman gedir ki və təəssüflər olsun ki, mənim bu qədər zamanım yoxdur.
Çünki həqiqətən də uşağa baxmağın özü böyük bir işdir. Döşəcələr də yuyub bitirəndən sonra stulların özünü belə yaxşıca yuyuruq. Bu arada hər yuyduqca hər birindən sanki palçıq tökülürdü. Bir də artıq 15 günə yaxındır ki, YouTube-da yoxam. Düşündüm ki, biraz ara versəm yaxşı olar. Həm daha yaxşı şəkildə qayıtmaq üçün, həm də özümün dinlənməyi üçün. Bəzən insan həqiqətən də yeni başlasa belə öz üzərində yorğunluq hiss eləyir və deyirsən ki, ən yaxşısı ara verməkdir. Əslində indi gördüyünüz videonu, yəni təmizlik videosunu daha uzun formatda paylaşmaq istəyirdim. Ancaq düşündüm ki, bu sizi sıxar. Ona görə də nə qədər lazımdır o qədər qısaltdım videonu. Həqiqətən də editləmə işi göründüyü qədər asan bir şey deyil. Həm səsləndirməyə, həm də videonu editləməyə çox vaxt gedir. Zənnimcə insanları videoyu cəlb etmək üçün edit və səsləndirmə də önəmlidir. Ancaq əvvəlki videolarda dediyim kimi, yəni mən özüm şəxsən digər YouTube kanalımda hər cür formatda YouTube videoları izləyirəm, YouTuberları izləyirəm və hər birində çox bəyənirəm videolarını. Bu arada biz stolları yuyanda səndəmə arasından sarı rəngdə əxrəb çıxıbdı. Yəni kifayət qədər də böyüdü. Əslində bu məni biraz qorxutdu, çünki həyətdə uşaq da oynayır, oğlum həyətdə oynayır. Ancaq yəni həyət evində burası pisdir. Bilmirəm, mən əvvəlki vloglarımı izləmisiniz yoxsa yox. Ancaq bayaqda dediyim kimi mən hər ölkədən və hər formatda vlog izləyirəm və hər birində sevərək izləyirəm. İnanın ki, bəzən hər birini izləməyə zamanım olmur, ancaq mən yenə də çalışıram ki, işlərimi bölüşdürüm və hər birini izləyim. Sonra belə bunları çevirdik, quruması üçün qoyduq. Bu arada hava çox qəşəngdir, həm gündüz istidir, həm də biraz meh var, külək əsir deyə düşünürəm ki, daha tez quruyacaq. Ümumiyyətlə biz bu stolu alandan bəri hər dəfə yuyurduq, ancaq ilk dəfə idi ki, çolundan çıxardı, bu şəkildə yuyurduq. Yəni döşəyini belə yuyurduq. Bayaqda sizə göstərmişdim. Bütün stolların ayağına, stolun ayağına biz belə bir şey keçiririk. Onu da niyə keçirdirik? Bəlkə də görüntü olaraq yaxşı görünməz. Ancaq bilirsiniz, bu stollar toxumu olduğu üçün bir müddət sonra artıq başlayır sökülməyə. Ona görə də bu onun sökülmənin qarşısını alır. Hər biri yaxşı şəkildə yuyuldu və tərtəmiz oldu. Bilirsiniz, bizim həyətdə pişiklər var və hər dəfə hiss eləyirlər ki, nə isə tərtəmizdir və gəlib üzərində uzanırlar. Bunun üçün də bir çarə tapmışam, çünki hər dəfə çıxarıb yumaq olmaz. Düşünürəm ki, Temudan rulonlar sifariş verin. Bilirsiniz də, rulonlar yapışqan şəklində olur və toz torpağı üzərinə çəkirlər. Onlardan almağı düşünürəm. Bir də onun nəzərinizə çatdırmış ola bilər ki, düşünərsiniz ki, yəni nəyə görə daşın üzərinə qoymuşsunuz yuyulan şeyləri. Biz gün ərzində daşımızı 2 dəfə təmizləyirik. Yəni nə mənada? Süpürmək heç. Yəni evi necə ki silirlər, biz daşlarımızın üstündə eyni o şəkildə silirik. Yəni buna həyətimizdə pişiklər var deyə eləmirik. Ümumiyyətlə toz torpaq evimizə girməsin deyə eləyirik. Yəni belə də tərtəmiz olur. Yumuruq, çünki yuyanda daşların üstündə ləkə qalır, təkrar silməli oluruq. Sonradan yadıma düşdü ki, mən qışda pişiyimiz üçün yuva sifariş vermişdim Trendyoldan. Böyük bir yuva idi, hər tərəfi örtülü. Bir də belə bir şey almışdım. Bayaqdan səndəmə səhv üzünə yerləşdirilmişəm döşəyinin özünü, yəni yastığın özünü. Doğru olan tərəfi burasıymış. Artıq bunu yerləşdirəndən sonra ilk gecəsi idi, gəlib yerinə girmişdi pişiyimiz. Bilmirəm videoda nə dərəcə aydın düşər. Bizim həyətimizdə o dərəcə qapalı yerlər yoxdur, ancaq yenə də gördüyünüz kimi çox şirin yatıbdı. Növbəti bir gündən hamınızı salamlayıram. Mən artıq tez bazar hazırlaşıram ki, dırnağım üçün yazılmışdım, oraya gedim. Və videonu burada sonlandırıram səsləndirməsini. Hər birinizə xoş izləmələr. Abunə olub yorum yazmağı unutmayın.